Salamlar. Hər həftə sonu paylaşdığım podkastımın yeni bölümündə xoş gördük sizləri. Videoya başlamadan kanala abunə olmağı unutmayın ki, video daha çox insana çata bilsin. Bu həftə sizin üçün çox maraqlı bir mövzudan danışacağam. Hansı ki, mənim çox əziyyət çəkdiyim, amma bununla bağlı heç yerdə məlumat tapa bilmədiyim bir mövzu idi ki, okey, problemi görürəm, anlayıram, əziyyət çəkirəm. Çox insan da bundan əziyyət çəkir, amma mən bunu necə həll edeyim, bunun cavabını tapa bilmirdim. Ona görə istədim ki, bu mövzuda danışım. Biraz həssas mövzu olsa da başa düşürəm ki, bir çox indi modern dünyada yaşayan, xüsusilə də qadınlar buna əziyyət çəkir. Və bu mənim həyatıma da artıq çox təsir eləyirdi. İlk öncə kiçik bir hekayə ilə başlamaq istəyirəm ki, keçən həftə mən çox belə həssas bir dövrümdə idim. Çox hər şey məni narahat edirdi, çəkindirirdi. Belə özüm kimi hiss eləmirdim doğrudan. Məni Instagramdan da izləyirsinizsə, orada daha çox produktivlik, ümumiyyətlə korporativ həyatımı paylaşıram, biznesimi paylaşıram, bunları necə idarə elədiyimi, özümə faydalı olan proqramlar olsun, metodlar olsun, fəlsəfi olaraq nə istifadə edirəm, nədən belə nə deyirlər, motivasiya oluram. Bunlardan danışıram və bildiyiniz kimi, böyük ehtimal bilmirsinizsə də Instagrama keçid eləməyi unutmayın. Ki mənim 9-6 bir korporativ işim var, ondan əlavə isə coaching biznesim var, hansı ki partnerimlə onu idarə eləyirik. Və bu deməkdir ki, mən 9-6 işimi bitirəndə, işim bitmiş sayılmır, yeni başlayır. Çünki bu biznesimdə tam mənim, yəni iş elədir ki, korporativdə sizin bir rolunuz var, bir təyin olunmuş rolunuz var, siz onu icra edib bitirirsiniz. 6-dan sonra beyninizi söndürə bilirsiniz. Amma biznes biraz fərqlidir, çünki full məsuliyyət sizdədir, siz idarə eləməlisiniz. Bunu çox sevirəm əslində. O, nə deyirlər, kontrolda olma hissi mənə çox zövq verir. Amma keçən həftə belə bir şey yaşadım ki, doğrudan da biznesimin gedişatından narazı idim. Artıq burnout olurdum ki, yox, heç istədiyim kimi getmir. Bir şey hazırlayıram ki, bunu eləyəcəm, super olacaq. Heç bir nəticə vermir. Nə bilim, 10.000 izlənəcəyini gözlədiyim videom heç 1000 izlənmir. Mən çox demotivasiya olurdum. Və bu mənə gətirib çıxardı ki, artıq coachumla da danışanda o mənə dedi ki, artıq istirahət götürməlisən özünə. Mən dedim ki, yox, nə istirahət, yəni təzə başlamışam da mən neynəmişəm ki? Amma çox tövsiyə elədi ki, bir müddət ümumiyyətlə həm korporativ işimdə, həm şəxsi işimdə biraz özümü pauzaya alım, hansı ki, mənə icazə verəcək ki, biraz özümü toparlayım və sonra artıq 10 gündür mən bu rejimdə yaşayıram və öyrəndim də ki, əslində mənim bu yaşadığımın bir adı var imiş. Adı da High Functional Depression, yəni ki, yüksək funksiyalı depressiya. Depressiya deyəndə çox insanın ağlına gəlir ki, yataqdan çıxmıram, yemirəm, içmirəm ya da çox yeyirəm, çox yatıram. Bunlar ağlımıza gəlir ki, belə bir hərəkətsizlikdən doğan bir şeydir və depressiyada olan insan deyəndə ağlımızda canlanan hərəkətsiz bir insandır, heç nə eləmir. Amma bu depressiya növü xüsusi bir növ imiş, harda ki, biz çox şey eləyirik. Yəni necə ki, depressiyada olan insan heç nə eləmir, onun tamamilə tərsi olan bir spektrum var ki, hər şey edir. Yəni 1 saniyə belə özümüzü boş buraxmırıq. Çox məsələn, düşünsəz ağlınıza mütləq belə biri gələcək ətrafınızdakı işləyir, işdən idmana qaçır, idmandan sosial aktivitetə qaçır, oradan dostları ilə görüşür, oradan bunu eləyir, onu eləyir, hər şey eləyir və 1 saniyə belə oradan dayanmır. Bu qıraqdan çox belə qlamur, çox qəşəng gələ bilər. Bəzi insanlar üçün də bu işləyir, amma ki, bunun altında yatan səbəbə baxmaq lazımdır. Məsələn, mənim кейsimdə o idi ki, mən 9-6 yaşımda full, yəni fokus oluram, o demək deyildi ki, 8 saat prosta gedib vaxt keçirdirəm, full fokus oluram, olur ki, 5-6 görüşə girirdim. Və bunun ardınca biznesin arxasınca biznesdən idmana qaçırdım, idmandan sonra nə bilim dostlarımla görüşdüm, hamısını eyni anda eləmək istəyirdim. Və görürdüm də ki, yəni o deyirlər bir əldə 2 qarpız tutmaq olmaz. Mən bir əldə 10 qarpız tutmağa çalışırdım və bu bir yerdə mənim artıq enerjimi tükədirdi. Təsəvvür edin ki, kompüteriniz var, kompüterinizdə 10 dənə belə fərqli tab açılır və o tabların nə qədər çox açıq olsa, sizin onların arasından dəyərli bir şey əldə eləməyiniz çətinləşir və doğrudan da effektivliyiniz düşür. Və fərqini də vardım ki, mən əslində bunu eləməyə çalışırmışam və bu yüksək performanslı depressiyanın isə çox belə yan təsiri odur ki, heç kim sizi depressiv adlandırmır. Heç kim sizin nədənsə əziyyət çəkə biləcəyinizi belə düşünmür, özünüz daxil və düşünürsünüz ki, hər şey yaxşıdır, hər şey eləyirəm, burada problem nə var ki, işə çatdıram, onu eləyirəm, bunu eləyirəm, hər şeydən məşğulam. Amma bunun bir necə bir pis bir şey olduğunu, pis bir şey çevrilə biləcəyini hardan anlayırıq? Bunun 2 dənə yan təsiri var ki, bu
ikisinə gətirib çıxaranda artıq biz anlayırıq ki, bizim yüksək funksiyalı depressiyadan əziyyət çəkirik və bu depressiya bizdə bu yan təsirlərə gətirir. Birincisi odur ki, anhedoniya adında bir simptom var imiş, mənə maraqlı gəldi. Anhedoniya o deməkdir ki, siz yavaş-yavaş zövq alma qabiliyyətinizi itirirsiniz. Yəni ki, ola bilər ki, siz çox gözəl bir restorana gedirsiniz dostlarınızla, təsəvvür eləyək ki, gedirsiniz də eləyirsiniz, yemək zakaz eləyirsiniz, şəkil çəkdirirsiniz, hər şey eləyirsiniz, eləməli olduğunuz hər şey eləyirsiniz. Amma sonda sizdən soruşsalar ki, o yeməkdən nə zövq aldınız, nə dad aldınız, siz bunu duymursunuz. O yeməkdən nə bilim növbəti bir gedəcəyiniz bir yeri planlayırsınız, nə bilim keçmişi danışırsınız, gələcəyi danışırsınız, amma o anda deyilsiniz. Oradakı dadı hiss eləmirsiniz, içdiyiniz bir içkinin dadını hiss eləmirsiniz. Oradakı hisslərinizdə fokus deyilsiniz. Ola bilər ki, yeməyə getmisiniz, amma telefonda oturmusunuz. Bu da ola bilər. Yəni anhedoniyanın məndə fərqinə vardığım da tərəfi bu idi ki, insan anda olmağı itirir və zövq almağı unudur ki, siz ola bilər bir kofe içirsiniz, qaça-qaça kofenizi içirsiniz. Sadəcə eləməli olduğunuz üçün eləyirsiniz bəzi şeyləri. İdmana gedirsiniz, çünki mən bu idmana getməsəm sağlam olmayacağımı düşünürəm. Amma o idmana gedəndə hiss eləmirəm ki, hansı əzələlərimi işlədim, necə hiss elədim. Bu idmanlar hamı üçün super ola bilər, amma mənə pis təsir edə bilər. Bu çox təbii bir haldır və mən o idmana gedəndə fərqinə varmalıyam ki, necə təsir elədi? Doğrudan da bədənimə yaxşı hiss elətdirirmi? Səhərsi gün necə oldu? 2 gün sonra özümü necə hiss elədim? Yəni biz bəzi şeyləri sadəcə avtomatik eləyirik, nəinki o andan zövq alaraq və o zövqü almadığımız üçün bir yerdən sonra sadəcə robot kimi oluruq. Doğrudan da ki, yəni beynimiz necə ki biz deyirik də, süni intellekt, robotlar insandan effektivdir, amma insan deyillər onlar. Yəni biz də onlara çevrilir və produktiv olacağıq, hər şey çatdıracağıq, bunu eləyəcəm, onu eləyəcəm. Hətta mənim belə bir dəftərim var, gətirdim sizə də göstərim. Bu dəftərimin içində mənim bunu Viyanada almışdım səfərimizə. Belə bir həftəlik cədvəl var. Hər həftənin günləri, ümumiyyətlə ki, bütün il ərzində də. Burada yazıb ki, hər gün nə etməliyəm falan. Bu dəftəri mən çox sevirdim açığı. Çünki hər şeyin planlıdır və məndə də elədi. Mən uşaq vaxtından da həmişə olub ki, dərs, sonra nə bilim musiqi məktəbi, rəqs və heç vaxt olmur ki, mən dərsdən çıxıb evə gəlim. Mümkün yəni. Hansısa dərsimi ləğv eləməyiblərsə bu hal olmuyor. Ona görə mən öyrəşmişəm ki, vaxtımı idarə edeyim və mənim üçün işdən çıxıb evə gəlmək də indi qibə gəlir. Çünki həmişə nəsə var. Ya gedib oturacağam, nəyisə üstündə işləyəcəm, ya hansısa bir eventə gedəcəm, ya dostlarımla görüşəcəm. Belə bir rutin günüm olmur. Və bu mənə doğrudan da yaxşı təsir edib çox uzun müddət illər. Çox insanın deyəndə ki, bir insan, mən dərsə gedirəm, dərsdən evə gedirəm, amma dərslərimi çatdırmıram, mənə şok gəlirdi ki, mən sənin üstündə 2 qrupda gedib başqa bir təlimə getmişəm, başqa bir şey oxumuşam. Nə bilim, məsələn, dilləri multitasking, arxada nəyəsə qulaq asasız, seriala baxa-baxa dərs oxuyan bir potensial idim mən. Və düşünürdüm ki, bu effektivdir. Amma anladım ki, effektiv deyilmiş əslində. Sadəcə mən öz enerjimi 2 qat xərcləyirmişəm və buna görə də bu həftə özümə bir tapşırıq qoydum və indi isə danışmaq istəyirəm ki, bu necə təsir elədi artıq bir 10 günlük eksperimentimin nəticəsində. Birincisi, heç bir gördüyüm işin mənə necə bir xeyir verəcəyini düşünməməyə başladım. Yəni, bizneslə bağlı nəsə bir ideyam varsa, bu mənə pul gətirəcək deyə düşünmürəm. Xoşum gəlirsə, maraqlıdırsa eləyirəm bunu. Və yaxud da oxuyuramsa, bu kitab mənə nə qatacaq şeydir, heç nə düşünmədim. Kitab bəyəndim, xoşum gəldi, açdım səhifələrini vərəqlədim, zövq verdi və davam etməyə başladım oxumağa. İşdə tutalım 1 ay öncəni planlayan bir insan idi ki, hər şey bu dəqiqə taskaza bunu eləyə, onu eləyə. Biraz yavaşladım. Bu demək deyil ki, bu arada mən bu rejimdə həmişə yaşayacağam, amma öz bu funksional depressiyamdan daha normal işləyən bir prinsipə keçmək üçün bu yavaşlamanı yaşamalıdır. Doğrudan da bu həyatda da belədir ki, siz əgər bir şeyin ekstremindəsinizsə, məsələn, çox sakit bir insansınızsa, normal səviyyəyə gəlmək üçün ilk öncə çox əsəbi bir insan ola bilərsiniz. Çox emosionallaşa bilərsiniz bir period, amma sonra siz gəlib o ortanı tapacaqsınız ki, hansı belə necələrdə çox künclərdə olanda ortaya gəlmək üçün həmişə o biri küncə gedirik, sonra ortaya gəlirik. Bunu da yaşaya bilərsiniz hər zaman ki, bir qərar verəndə bunun fərqində olasınız. Və mən də özümə bir eksperiment elədim ki, bunu öyrənəcəm. Mən doğrudan da daha mindful deyirlər də, fərqində elədiyim işlərdən zövq alaraq eləyəcəm. Nə bilim, çox pul qazanacaqsam, bu pul qazanmağın arxasında mənim özümü öldürməyim olmayacaq. Bütün gün ora-bura qaçmağa olmayacaq. Doğrudan da strukturlu şəkildə eyni anda bir neçə işlə məşğul olmayaraq daha fərqində və strukturlu irəliləyəcəm bu işə və bu mənə çox zövq verdi açığı.
Bir 10 gün bizə heç nə eləməmişəm. Demək olar Instagrama kontent çəkməmişəm. Keçən həftə bir dənə YouTube üçün çəkdim kontenti. Çünki o mənə çox da belə effort sərf etdiyim şey deyil. Oradan da zövq alıram danışanda. Məsələn, Instagrama bir ara verdim, şirkətin işlərinə biraz ara verdim. Ki heç nə eləməmişəm demək olar ki, heç nə paylaşmamışam da orada. Karyera işimdəki, korporativ işimdə də biraz artıq tapşırıqları eləyirdim, amma çox da belə inisiativ göstərib bunu da eləyim, onu eləyəm. Çox da bu dəqiqə partda mən işlərə prioritet vermədim açığı və bu mənə icazə verdi ki, bir müddət yavaşladım. Və bu yavaşlama mənə göstərdi ki, mən doğrudan da bu anhedoniyanın sonuna qədər yaşayırmışam. Elədiyim heç nədən zövq almağı unutmuşam ümumiyyətlə. Məsələn, mən kitab oxumağı çox sevirəm və kitab almağı da çox sevirəm. Amma mənim son 2-3 ayda elədiyim şey daha çox kitab almaq idi, nəinki kitab oxumaq. Çünki mən hər dəfə alanda özümə bir növ təsəlli edirdim ki, aldım, kitab super qızam, mən ağılıyam, amma kitab oxumurdum. Eyni şeydə bu digər, məsələn, yemək ola bilər ki, siz gözəl bir restorana gedirsiniz, amma o yeməyi yeyəndə zövq almırsınız. Kitabı alıram, amma onu oxuyanda zövq almıram. Çünki oxuyuram, amma beynim başqa yerindədir. Beynim 2 addım o tərəfə düşünür, 3 addım o kitab oxuyum. Bu aralar bir 20-30 dənə kitab yükləmişəm, almışam. Biri onlayndır, biri nə bilim belə dinləmə formasındadır, biri fizikidir. Hər yerdə bir kitab var. Özümü öldürürəm ki, kitab oxuyacağam, amma dayandırdım ki, okey, zövq verir, elə. Amma indi elədiyindən zövq almağı bacarmalısan sən. Yəni bu mənə çox kömək elədi ki, doğrudan da ana fokuslanım, nə istədiyimi anlayım. Yeməklərimi qaçmadan yeməyə başladım. Mən həyatım boyu heç vaxt işə, artıq 6 ildir işləyirəm, heç vaxt işə yemək aparmamışam, öz bişirdiyimi. Sendviç falan arada olurdu ki, o da nə bilim evdə nəsə maraqlı bir şey var, aparardım. Bu il 6-da oyanırdım son vaxtda, çünki istəyirdim. Mənə səhər sakitliyi meditasiya eləməyə kömək edir. Bu arada meditasiyanı çox tövsiyə edirəm. Əgər belə bir problemi yaşayırsınızsa və dayanmağı öyrənmək istəyirsinizsə, meditasiya superdir. Çünki mənim kimi olan bir insan üçün meditasiya zülmdür. Doğrudan da yəni mənim elədiklərim 20-30 dəqiqədir hal-hazırda. 20-30 dəqiqə dayanmaq, heç nə eləməmək dəhşət bir şeydir. Bu asan gələ bilər ki, anladı ki, uzanıram. Hətta mən oturaraq uzanaraq meditasiya edirəm ki, tamamilə tərpənməyim. Uzanaraq meditasiya edirəm və bu mənim üçün dəhşət bir şeydir ki, deyirsən ki, uzanırsan da nə edirsən? Burada çətin nə var ki? Amma mən belə uzanıram, yəni tərpənməmək üçün mübarizə verirəm doğrudan da. Bu mənə çox gözəl təsir elədi ki, bunu daha səhərlər oyanırdım, sakitçilik heç kim heç istəmir, heç bir səs yoxdur. Məsələn, küçənin səsi də mənə təsir edir. Çox həssasam mən səs qulağım. Məndə sakitçilik və mənə çox kömək edirdi ki, səhər günə ilk başlayanda panika ilə başlamırdım. Çox önəmlidir ki, səhər bir gedəcəyiniz işiniz varsa, bir neçə saat öncə də oyanasınız ki, ən azından yoldan da falan da və 1 saat özünüzə bir vaxtınız qalsın, hansı ki, kömək eləyəcək sizə. Günə ilk başlayanda başqalarının istəkləri ilə yox, öz istədiyiniz kimi günü idarə eləyəsiniz. Bu mənim üçün çox önəmli idi ki, tələsməyim, qəşə düşməyim, səhər yeməyimi yeyə bilirəm artıq. Məsələn, səhər durdum, ilk iş üzümü falan yuyuram, sonra gəlib otururam, meditasiyamı eləyirəm. Meditasiyadan sonra yeməyimi, məsələn, kofeni qoyacağamsa kofeni qoyuram, sonra gedirəm meditasiyanı edirəm ki, o vaxta hazır olsun kofem və artıq səhər-səhər doğrudan kofemi zövqünə içməyə başladım. Yəni bilmirəm, çox sadə gələ bilər bir şey oxunsa, amma doğrudan o sakitçilikdə kofem və kitab oxumaq və burada da oxuduğum kitaba da fikir verirəm. Yəni nəyəsə çatmaq üçün bir kitab oxumuram, nəyisə düzəltmək üçün bir kitab oxumuram. Mənim oxuduğum kitabların çoxu psixologiya, bunu düzəlt, uşaqlıq travmaları düzəlt, bunu elə, onu elə və doğrudan yorurdu bir yerdən sonra. Təbii ki, öyrənməliyik, öz işimiz ola bilər, maraq dairəmiz ola bilər. Amma mən sadəcə maraqlı olsun deyə bir kitab oxumağa başladım. Hətta belə bir şey deyim ki, mən bədii ədəbiyyat oxumazdım ki, bir mənası yoxdur, bir şey qatmır ki, hər şeydə bizə bir şey qatmalı deyil. Yəni hər şey bizi yaxşılaşdırmağa da məcbur deyil. Bəzi şeylər sadəcə zövq vermək üçün var və bunu xatırlatdı bu mənə. Və o kitabı oxuyanda səhər-səhər o qədər zövq alıram. Hətta olurdu ki, işə getməliyəm, fikirləşirəm ki, haydi biraz da oxuyum, 5 dəqiqə də oxuyum. O qədər zövq alırdım da. Və görürsüz də ki, yəni, ondan danışanda belə mən zövq alıram. Bu hissi xatırlatdı mənə bu yavaşlama periodu
ki, hər şey planlı olmaq məcburiyyətində deyil. Hər zaman planlı olmaq məcburiyyətində deyilsiniz. Məsələn, mənim əvvəl Big Four-da işləyən zaman proyekt, biz orada layihə əsaslı işləyirdik. Orada öyrəndiyim çox maraqlı bir şey var idi ki, məsələn, siz əgər bir kooperativ şirkətdə işləyirsinizsə, orada çox vaxt əməliyyat fokuslu ola bilər ki, işləriniz hər həftə təkrarlanır. Məsələn, hər həftənin 3-cü günü bir görüşünüz var. Hər həftənin 4-cü günü bir hesabatınız var. Amma orada elə idi ki, müəyyən bir period var idi. Məsələn, 2-3 ay bir layihə ola bilərdi, sonra 2 həftə layihə olmayacaqdı, 1 ay olmayacaqdı. 1 ayda artıq biraz daha yüngül işlərlə, hazırlıq işləri falan görürdük, amma başa saldı ki, mənə o vaxt çox yorurdu bu bilinməzlik, narahatçılıq ki, nə vaxt olacaq və rutinin olmamağı. Amma o mənə öyrətmişdi ki, əslində bizim hər həftəmiz eyni getməli deyil, hər günümüz də eyni getməli deyil. Bəzi gün çox produktiv ola bilərik, çox enerjili, qaça-qaç, ora getdin, bura getdin, zövq aldın. Amma bu hər gün olanda artıq problemdir. Bu hər gün olanda artıq bizim enerjimizi tükətməyə başlayır və biz doğrudan da o istirahət gününü götürməyi bacarmalıyıq. Mənim кейsimdə uzun müddət iş olduğu üçün artıq istirahət həftəsinə çevrildi. Bilmirəm bunu nə vaxt dayandıracağam. Hələ ki zövq alıram açığı. Amma bu mənə öyrətdi ki, doğrudan da həyat produktiv olmaqdan ibarət deyil. Həyat nəyi üçünsə çabalamaqdan yəni ibarət deyil və biz bəzi şeyləri çox şeyə hətta zövq alaraq da əldə edə bilərik. Bunu hətta deyərik ki, xüsusilə qadınlara aiddir. Ola bilər ki, kişiləri bu motivasiya eləyir. Vuruşum, dalaşım, bunu udum. Yəni o udmaq, qabiliyyət, mübarizə ola bilər ki, bəlkə də o kişilərin ruhunda olduğu üçündür. Demirəm ki, qadınların deyil, amma yəni mən inanıram ki, bu bizim nə deyirlər, əcdadlarımızdan gələn bir şey var ki, vuruşum, dalaşım. Yəni kişilər kommunikasiyanı da elə qurur bir-biri ilə ki, "A, dalaşım, mən dedim, sən dedin, o düzdür." Qadınlar belə daha çox belə sülh, daha sakitçilik, yola getmək kimi. Ən azından mən eləyəm ki, mənim üçün o vuruşmaq, dalaşmaq hissəsi çox yorurdu. Hətta bu yüksək performans depressiyasına da deyir ki, birinci simptomu odur ki, siz anhedoniyaya gedirsiniz, zövq almağı unudursunuz. İkinci simptom isə mazokizmdir. Mazokizm isə nəyə deyir? Siz bir şey əldə etmək üçün zülm çəkməli olduğunuza, yəni İngiliscə suffer gedir. Azərbaycanca əzab çəkmək böyük ehtimal. Mən zülm sözünü daha çox sevirəm ki, zülm verim özümə, əziyyət çəkim, mən nə bilim, idman zalında özümü öldürməsəm, əziyyət çəkməsəm heç vaxt əldə eləməyəcəm, bədənim yaxşı olmayacaq. Ki məncə bu belə deyil. Yəni biz çox daha məsələn yoga ilə, pilateslə, daha az sürətli idmanlarla da belə və düşünürəm də ki, bu yəni qadınların fiziologiyasına daha uyğundur ki, HIIT workoutları var da, high intensity workoutlar. Məsələn, o mənim üçün heç vaxt uyğun olmayıb. O məni yorub. Və görürəm də ki, high intensity həyat tərzi əslində mənə uyğun deyil. Məsələn, mən pilatesi çox sevirəm, yoqanı çox sevirəm, hansı ki, mənə daha yavaş hərəkətlərlə daha güclü nəticələr verir. Və pilatesə getmisinizsə də və eləmisinizsə də bunu uzun müddət, mən 3 ilə yaxın gedirdim. Çox gözəl effektlər verir. Yəni bədəninizi çox gözəl formaya salır. Amma belə baxanda qıraqdan deyərsən ki, bu nə hərəkət eləyir, neynir ki, yavaş-yavaş 10 dəfə ayağını qaldırdı, nəfəsini tutdu, əzələlərini sıxdı və bununla da inkişaf elədi. Əslində belədir. Ona görə bir şey əldə eləmək üçün bu düşüncəni çox vaxt bizdə var da ki, məsələn, mənim oğlum həmişə deyir ki, aha, əziyyət çəkirsən, əziyyətlə pul qazanırsan. Amma mən həmişə düşünürəm ki, yox, mən əziyyətlə pul qazanmıram. Mən doğrudan da sevdiyim işi görərək pul qazanıram və bu mənim üçün çox dəyərlidir. Ola bilər ki də kənardan görürəm ki, qız yuxusuz qaldı, altıda durdu, amma mən ona elə baxmağı öyrənmişəm ki, mənim üçün artıq zövq verən bir prosesdir. Ki, məsələn, mən fikirləşirdim ki, 9-6 iş rejimini dəyişdirə bilmirəm. Çünki mənim sahəmdə hələ ki belə remote işləyən bir sahə deyil. Ona görə düşündüm ki, okey, mən ofisə gedəcəm, 9-6-da gedəcəm. Bu da bir yəni, standartdır dünyada. Ən azından Azərbaycanda hələ ki o dəyişməyib. Mən 9-6-nı dəyişə bilmirəm. Nəyi dəyişə bilərəm? Gördüyüm işi dəyişə bilərəm. Gördüyüm işdən zövq alacağım bir şey seçə bilərəm. Və bu mənə doğrudan kömək elədi ki, bir şeyin əzab-əziyyətlə olmayacağını özümə öyrətdi. Yəni siz bir şey əldə etmək istəyirsinizsə, pul qazanmaq olsun, nə bilim, münasibət olsun, başqa bir şey olsun, bu zülmlə olunacaq bir şey deyil. Bunu anlamalıyıq ki, bu sadəcə bir mifdir. Çünki bizim cəmiyyətdə çox var ki, kimsə əziyyət çəkirsə, ona o qədər diqqət göstərir. Əziyyət çəkir, ay neçə saat işləyir. Ona elə bil ki, biz ondan sevgi qazanmağa çalışırıq.
ki, mənə sevgi versinlər, mən yazıqam, mən əziyyət çəkirəm, 2 saat avtobusdan yol gedirəm. Bunlar reallığınız ola bilər, amma siz insanlar bunu sizə deyəndə zövq alırsınızsa, bundan fəxr edirsiniz, artıq burada biraz problem ola bilər. Çünki əslində bunlar reallığınız olsa da, bundan sevgi qazanmağa çalışmaq reallığı yaxşı bir şey deyil. Çünki siz bundan artıq zövq almağa başlayırsınız. Necə ki deyirlər, mazokistlər haqqında ki, ümumiyyətlə onlar birilər özlərinə əziyyət verməkdən zövq alırlar. Yəni bədənlərinə fiziki ola bilər, başqa cür ola bilər və bu yəni yüksək performans depressiyasında da olanda siz artıq əziyyət çəkməkdən zövq alırsınız ki, ox mən yuxu yatmadım, onu qurban verdim və bundan zövq alırsınız. Ki bunu da heç kimə tövsiyə eləmirəm aşağı ki, əgər belə bir şey varsa da, bir özü həyatınızı da gözdən keçirməyinizi istəyirəm ki, doğrudan da bunu eşidəndə, belə bir şey eşidəndə necə bir reaksiya verirsiniz? Bundan zövqmü alırsınız? Yoxsa sizə qəribə gəlir ki, yox, mən əziyyət çəkmirəm əslində, normaldır bu mənim üçün. Bu da sizin üçün bir işarə ola bilər. Mənim özüm üçün tətbiq elədiyim metodlarım da əslində bundan idi ki, bir müddət sadəcə heç nə eləməmək. Hətta mənim coachumun onun bir tövsiyəsi var ki, hər gün 10 dəqiqə, 15 dəqiqə sadəcə boş divara baxın. Heç nə eləməyin. Mahnı qoymayın, meditasiya eləməyin, heç nə eləməyin. Sadəcə boş divara baxmaq yoxdur. Bu sizi narahat edirsə, demək ki, biraz dayanmaqla bağlı probleminiz var. Amma əgər bu sizin rahat hiss elətdirirsə, görürsünüz ki, okeydir də, belə də olmalıdır. Bəlkə bunu o artıq eləyirsiniz həyatınızda. Və bu bir sizin üçün bir checklist ola bilər ki, bunu əziyyət çəkirsiniz, çəkmirsiniz. Böyük ehtimal bu yaxınlarda da ümumiyyətlə saytda da buna bağlı bir test yerləşdirəcəm ki, sizdə bu problemin olub-olmadığını anlayasınız. Buna bağlı nə aksiyon götürə bilərsiniz. Bunu dəyərləndirməyinizi və bu periodda elədiyim çox maraqlı bir şey. Mənim özünə sevgi sprinti adında bir materialım var idi ki, yaratmışdım onu. Özümüzlə bağlı yaxşı şeylərə fokuslanmaq. Ətrafımızda çox vaxt olur ki, biz düşünürük ki, məsələn, məndə də var idi. Mən təzə işimə dəyişəndə yaxşı bir maaş fərqinə dəyişdim və bundan əslində heç qeyd eləmədim. Təsəvvür edirsiniz, mən neçə il çalışdım ki, yox maaşım az, daha yaxşı bir yerə gedim. Maaşı artırdım, səhərisi gün yenə daha çox artırmağı düşünürdüm. Yəni doğrudan deyirəm, şişirtmirəm. Səhərisi gün mən artıq bunu artırmaq üçün nə edə bilərəm, onu fikirləşirdim və fərqinə vardım ki, bu artıq yaxşı deyil. Çünki mən bir an dayanıb öz əlimdəkiləri dəyərləndirməyi bacarmıram. İngiliscə bir söz var ki, the grass is always greener, yəni başqasının həyətindəki ot sizin üçün həmişə daha gözəldir, daha yaxşıdır. Fikirləşirik ki, aha, onunki niyə belə oldu, mənimki yaxşı deyil, ben niyə belə, niyə elə? Və davamlı özümüzü bir müqayisə edirik, davamlı yaxşılaşdırmağa çalışırıq və bu bir yerdən sonra doğrudan da yorğunluğa gətirir. Mən də bunun qarşısını almaq üçün bu özünə sevgi sprintində adı sevgidir, amma əslində özümüzü dəyərləndirməklə bağlıdır. Özümüzlə bağlı yaxşı şeylər sadalırıq. Bunu doğrudan da özüm üçün elədim. Və özüm üçün elədiyim ki, məsələn, mənim yaxşı tərəflərim hansılardır? Bunu intervyuya belə gedəndə çox insan cavablandıra bilmir. Güclü tərəfi nədir? Nəyi yaxşı eləyir? Başqaları ilə niyə yaxşı eləyir? Orada məsələn çox sevdiyim bir sual var ki, əgər siz özünüzün bir dostu olsaydınız, özünüz haqqında nə düşünərdiniz? Yaxşı tərəflərini nə düşünərdiniz? Sizin başqalarından fərqləndirən yaxşı xüsusiyyətiniz nədir? Məsələn, desəz ki, falan rəfiqənizin sizdən üstün cəhəti nədir? O dəqiqə cavablandırarsınız. Amma desəm ki, sizin rəfiqənizdən üstün cəhəti nədir? Yəqin ki, çox çətin olar sizə. Ona görə də bu sprintin ümumiyyətlə linkini də paylaşacağam şərhlərdə. Oradan baxa bilərsiniz, keçid eləyə bilərsiniz ki, sizin üçün də 28 günü sadəcə 10 dəqiqənizi ayıraraq, necə ki, bir meditasiyaya, bir mindfulness-a ayırırıq. 10 dəqiqə özünüzlə vaxt keçirək və özünüz haqqında düşünməyi sizə vadar edir. Bu əslində sadə bir praktikadır. Sizə desəm ki, özünüz haqqında düşünün. Bunun üçün deyirsiniz ki, hansı bir materiala ehtiyacım yoxdur, amma bunu düşünmək, bunu hər gün praktika eləmək və doğrudan da bir commitment deyirlər, özünüzə söz vermək fərqli bir mühitdir və mən saytda da bunu yaratdım ki, siz artıq dəftərə yazmayasınız, girib saytda doldurursunuz ki, bunlar, özünüz haqqında qeydləri yazırsınız və sonda artıq geri dönüb baxa biləcəksiniz ki, mən özüm haqqında nə düşünürəm. Bu çox dəyərlidir sizə. Özünüz haqqında bilmədiyiniz bəzi məlumatları çatdıracaq. Hər birinizə tövsiyə edirəm ki, bunun məndəki effektini məni Instagramdan izləməyə başladısa, gələcək həftələrdə görəcəksiniz. Çünki doğrudan özümü enerji dolu hiss edirəm, xoşbəxt hiss edirəm. Əslində xoşbəxt olduğumu bilirdim ki, hər şeyim var, o var, bu var. Amma məsələn xatırladım deyərdim. Yəni bunun mənə ən böyük dəyəri oldu ki,
nəyə sahib olduğumu, nələrin yaxşı getdiyini xatırladım və bu doğrudan da həyata tamam başqa bir baxış açısı gətirir. Çünki təsəvvür eləyin ki, sizə desəm ki, indiyə qədər həyatınız çox pis gündə idi, bundan sonra yaxşı olacaq. Bu inanca inanmaq çox daha çətindir. Nəinki mən sizə deyirəm ki, sizin həyatınız həmişə yaxşı olubdur. Sən həmişə bəxtin gətirib, həmişə uğurlu olmusan, bundan sonra da belə olacaq. Buna inanmaq çox daha məntiqlidir. Və biz nə vaxt ki, həyatımıza bir geri dönüb baxırıq ki, mənim nələrim var, nələrə sahibəm, nələr mənim həyatımda yaxşı gedir, o zaman gələcəyə də daha ümidli, daha pozitiv, daha bir optimistik formada yanaşırıq və bu bizə kömək edəcək ki, doğrudan da fikirlərimizi neqativdən çəkib pozitivə yönləndirək və biz fikir də bir enerjidir. Əslində nəyə enerjimizi yönləndirsə, o da böyüyəcək. Və bu çox dəyərlidir ki, biz nəyə fokuslandığımızı anlayaq, həyatımızdakı yaxşı şeyləri görək və bundan sonra da yaxşı şeylərin ola biləcəyinə doğrudan da səmimi qəlbdən inanaq və qaçmayaq, tələsməyək, bəzi şeyləri ə, vaxtı olduğuna öyrənək. Hətta bir mahnı var, onu da bura əlavə eləyəcəm. O mahnıya hər dəfə qulaq asanda mənim üçün çox belə fərqli bir hisslər oyanır. Mahnının adı Viennadır, Billy Joel'dan. O mahnıda isə deyir ki, tələsmə. Bəzi şeylər sənin vaxtın olmadan tez gələ bilməz. Bu həmişə mənə təsir edir ki, mən hər şeyi tələsdirən biri olaraq anlayıram ki, bəzi şeylərin doğrudan da vaxtı var. Bəzi şeylər üçün bəzən hazır olmalıyıq. Onların gəlməyini gözləməliyik, özümüzü hazırlaşdırmalıyıq ona qədər. Sizə də tövsiyə edirəm ki, mahnını dinləyəsiniz. Əminəm ki, çox bəyənəcəksiniz. Və video ilə bağlı şərhlərinizi gözləyəcəm. Həm burada, həm Instagramda qeyd edə bilərsiniz. Çox maraqlıdır ki, siz nə düşündünüz? Ola bilər sizin maraqlı praktikalarınız var bununla bağlı. Onu da şərhlərlə bölüşün ki, digərləri də faydalana bilsin. Sizi çox sevirəm. Yaxşı ki varsınız, yaxşı ki məni dinlədiniz. Növbəti həftə görüşənə qədər.